Bismillahirrahmanirrahim və bihi nəstəin və sallallahu ala seyyidina Muhammed və alihi tahirin. Allahümmə əccil li vəliyyikəl fərəc. Selamun aleykum, hər vaxtınız xeyirli olsun əziz müsəlman bacı və qardaşlar. Bəhsimiz məhdəviyyətlə bağlı idi. Biz keçən bəhsdə bu sualı cavablandırırdıq ki, məhdəviyyətə olan inancın kökü hara qayıdır? Biz bir əhl-i beyt davamçısı olaraq bu inancı hardan götürmüşük? Bunun Qur'ani, hədisi, əsası vardır, yoxsa yox? Biz keçən verilişin sonunda ən azından 2 ayəyə işarə elədik ki, o ayələrə əsasən və o ayələrin zimnində əhl-i beyt imamlarından nəql olunan hədislərə əsasən qeyd olundu ki, bəli, məhdəviyyət inancı və etiqadı elə Qur'an-ı Kərimin özündən götürülmüş bir inancdır. Mən burada digər bir ayədə işarə etmək istəyirəm. Allah Teala Ənbiya surəsinin 105-ci ayəsində belə buyurur. Diqqət edin bu ayəyə. Buyurur ki, Əuzu billahi minəşşeytanirracim. Və laqad katəbna fiz-zəburi min ba'di-zikri ennel ərdə yerisuha ibadiyyəs salihun. Allah Teala buyurur ki, bu ayəni zahiri tərcümə edirəm əvvəl. Buyurur ki, biz Zəbur kitabında yazmışıq. Və ləqəd kətəbna, yazmışıq bu məsələni fiz-zəbur, zəburda. Min bə'di-zikr, zikirdən sonra. Sünni şiə alimləri buyururlar ki, burada zikirdən məqsəd Tövratdır. Yəni, bu məsələ ki, mən qeyd edirəm Qur'an-ı Kərimdə, bunu mən həm zəburda yazmışam və zəburdan öncə min bə'di-zikr, zikirdən sonra, yəni zəburdan da qabaq bu məsələni Tövratda da gətirmişəm. O nədir? O budur. Ennel ərdə həqiqətən yer üzünü yerisuha, bu yer üzünü irs aparacaq ibadiyyə salihun, mənim salih bəndələrim. Burada ərəb ədəbiyyatı ilə bağlı burada ərz kəlməsinin əvvəlində əliflam artiklı gəlib. Alimlər buyururlar ki, əliflam burada həqiqətdə istiğraqı bildirir və yaxud da cinsi bildirir. Yəni, bütün yerin hamısını irs aparan mənim salih bəndələrim olacaqdır. Yəni, yer üzünün hakimiyyəti sonda salih bəndələrinin əlində olacaq. Biz tarixə baxanda, peyğəmbərlərin də tarixində, sonuncu peyğəmbərdən sonraki tarixə də nəzər salanda, əlbəttə bu, Qur'an-ı Kərimdə gələn bir ayədir. Qur'an-ı Kərim nazil olanda bunu deyir ki, biz bu məsələni demişik, yer üzünün varisləri salih insanlar olacaq. Mənim salih bəndələrim olacaq. Bəli, Süleyman Peyğəmbər, necə deyərlər, hakimiyyətçilik eləyib, nisbətən Yusuf Peyğəmbər hakimiyyətçilik eləyib, amma bunların hamısı məhdud şəkildə olub. Hətta desək ki, Həzrət Süleyman əleyhissalamın hakimiyyəti məhdud şəkildə olmayıb. Yenə də Allah Teala bu vədəni Peyğəmbərimizin zamanında Peyğəmbərimizə buyurur. Yer üzünün varisləri kimdir? Mənim salih bəndələrim. Biz nəzərə alaq Peyğəmbərin zamanından indiyə qədər yer üzünün hakimləri salih bəndələr olub. Elə Peyğəmbərdən sonra sallallahu aleyhi və səlləm. Siz nəzər salın. 25 il Həzrəti Əmir əleyhissalamı xanənişin elədilər. Hakimiyyətdə olan salih bəndələr idi. Ondan sonra Əməviləri, ondan sonra Əbbasilər, ondan sonra Osmanilər günün indisinə qədər yerin üzərinin hakimiyyəti salih bəndələrdə olmayıb. Bəs Allahın Qur'an-ı Kərimin bu ayəsində vədə verdiyi bu məsələ nə vaxt həyata keçəcəkdir? Hələ mən bu barədə hədis nəql olunub, mən ona işarə edəcəm. Bu hədisi qoyaq kənara. Biraz bu ayənin üzərində düşünək. Biz ki, bir müsəlman olaraq Qur'an-ı Kərimi qəbul edirik. Allahın vədəsidir. Allah buyurur ki, bu məsələni mən Tövratda demişəm, Zəburda da demişəm, indi də Qur'anda deyirəm. Amma günün indisinə qədər həyata keçməyib. Bu barədə İmam Baqir əleyhissalamdan bir rivayət vardı. Buyurur ki, Allah Teala ki, bu ayədə buyurur, mənim yer üzünün varisləri mənim salih bəndələrim olacaqdır. Buyurur ki, hum əshabul məhdi fi axiriz zaman. Salih bəndələr ki, yer üzünün varisi olacaqlar, onlar İmam Məhdi əleyhissalamın səhabələridir, özü də fi axiriz zaman, axiriz zamanda. İmam Baqir əleyhissalam əhl-i beyt imamlarından olan
elmi lədünniyə malik olan Qur'anın batini və təvilini bilən bir şəxs buyurur ki, bu ayədən məqsəd İmam Məhdi əleyhissalamın səhabələridir axirət zamanda. Bu ayələr barəsində bu qədərini mən kifayətlənirəm, amma qeyd edim ki, Məhdəviyyətlə bağlı olan ayələrin sayı bir dənə, iki dənə deyil. Onlarla İmam Məhdi əleyhissalamla bağlı ayələr var. Amma istəyirəm söhbətimin davamında buna da işarə edəm. Məhdəviyyət inancının kökü Qur'an-ı Kərimdir və həmçinin Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm və məsum imamlardan nəql olunan o hədislərdir. Və bu hədislər də yalnız və yalnız elə şiə qaynaqlarında deyil. Sünni alimlərindən də, Sünninin o qədim kitablarında da Məhdəviyyətlə bağlı çoxlu hədislər nəql olunub Peyğəmbərdən. Onlarla bəlkə yüzlərlə səhabə Məhdəviyyət hədislərini Peyğəmbərdən nəql ediblər. Ondan sonra tabiin və bu barədə çoxlu kitablar da yazılıb. Mən bir kitab mütaliə edirdim Məhdəviyyətlə bağlı. Təqribən Hicri tarixinin 6-cı əsrdə yazılmış bir kitabdır. Kitabın adı İqdüddürər fi əxbaril Məhdiyil Muntəzər. Şafii məzhəbində olan bir alim yazıb. Bu kitabın təqribən 12-13 fəsildən ibarətdir. Əvvəldən axıra qədər orada olan hədislərin hamısı İmam Məhdi əleyhissalamla bağlıdır və hamısı da Peyğəmbərdən nəql olunub. Tək elə şiələrə aid deyil, sünnilərdən də nəql olunub, sünnilər də nəql edib və sünnilərin Peyğəmbərdən nəql etdiyi hədislərin sayı həddindən artıq çoxdur. Mən burada hətta bəzi sünni alimlərin adını qeyd eləmişəm ki, Məhdəviyyətlə bağlı olan hədisləri zəifci yox, səhihci yox, bəlkə mütəvatir bilirlər. Mütəvatir hədisin də mənası bilirsiniz də nədir? Mütəvatir o hədisə deyilir ki, bu hədisin ravilərinin sayı o qədər çoxdur ki, insan yəqin edir ki, 100% bunu Peyğəmbər buyurub. Əgər Peyğəmbər bunu deməsəydi, bu qədər ravi onu nəql etməzdi. Əlbəttə, təvatürün məntiqdə xüsusi bir tərifi də vardı. İstəmirəm ona işarə edəm. Amma xülasəsi bundan ibarətdir. Bir xəbəri nəql edənlərin sayı o qədər çoxdur ki, insana yəqin gəlir ki, bu xəbər doğru və düzgündür. Məhdəviyyət hədislərini mütəvatir bilən alimlərdən bəzilərin adını qeyd eləmişəm. Biri İbn Həcər ki, sünnilərin ən böyük alimlərindəndir. Suyuti, Şövkani, Qunduzi və Qunduzinin də ən məşhur kitabı Yənabul Məvəddə kitabıdır ki, Məhdəviyyətlə bağlı hədisləri orada da nəql edilmişdir. Məsələn, təvatür olaraq Məhdəviyyətlə bağlı nəql olunan hədislərdən biri Peyğəmbərdən nəql olunub. Peyğəmbərimiz buyurur ki, Əl-Məhdiyyu min vuldi. Məhdi mənim övladlarımdandır. Bəzi hədislərdə min itrəti və yaxud da min əhli beyti, mənim əhli beytimdəndir, mənim itrətimdəndir. Davamında buyurur ki, min vuldi Fatimə, salamullah əleyha. Bu baxımdan elə əhli təsənnün qaynaqlarına da biz müraciət edəndə onlar da deyirlər ki, Məhdi deyilən şəxs Peyğəmbərin nəslindəndir. Xanım Zəhra salamullah əleyhanın övladlarındandır. Amma Xanım Zəhradan sonra bir sıra ixtilaflar vardı. Bunu sünnilər nəql edirlər ki, İmam Həsən əleyhissalamın övladındandır. Amma şiənin demək olar ki, bütün alimləri yeşdilliklə buyururlar ki, İmam Məhdi əleyhissalam İmam Hüseyn əleyhissalamın 9-cu övladıdır. Bu ixtilaf vardı sünni və şiə arasında. Sünən Əbu Davudda və başqa qaynaqlarda, sünni qaynaqlarında çoxlu Məhdəviyyətlə bağlı hədislər nəql olunub. Mən birini nəql edirəm. Sünəni Əbu Davuddan. Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm belə buyurdu. Ləv ləm yəbqə minəd-dunya illa yevmun vahid lətavvələllahu zalikəl yevm hətta yəb'əsə fihi rəculən min vuldi. Buyurur ki, Peyğəmbərimiz buyurur, əgər dünyanın ömründən bir gün qalmış olsa da, Allah Taala həmin günü o qədər uzadacaq ki, ta ki bir nəfəri göndərəcək min vuldi, mənim övladlarımdan Peyğəmbər buyurur. Ki, yəmləul ərdə qistən və ədlə kəmamuliyyət zulmən və covra. Gələcək dünyanı ədalətlə dolduracaq, necə ki zülmlə, ədalətsizliklə dolmuşdur.
Biz elə bilirik ki, bu hədis elə şiələrə aiddir. Dünyanın ömründən bir gün qalmış olsa da Allah Taala həmin şəxsi göndərəcək. Baxın, Sünəni Əbu Davudda nəql olunmuş, mütəvatir olaraq nəql olunmuş hədislərdən biridir. Təəssüflər olsun, bizə ayrılan vaxt tamam oldu, amma bu bəhsin hələ də davamı vardır. İnşallah gələn dərslərdə siz əzizlərinin qulluğunda olaraq. Hamınızı Allaha tapşırıram və sallallahu əla seyyidina Muhammed və alihi tahirin.